Siz belə videoları çox sevirsiniz, ona görə günümün bir hissəsini vlogladım. Bugün dayım qızı gilə qonaq gedirik və ilk işimiz tort almaq oldu. Bu konfetlərdən görsəz mütləq alın. Biri Adikto, digəri isə Kinder dadı verir. Biz adətən qızlarla belə yığışanda çöldən sifariş veririk. Və təbii ki, ən çox sevdiyimiz ikili sushi rollar və pizzadır. Sifarişlərimiz gələn kimi başladıq süfrəmizi qurmağa. Bu setin içərisində hər cürə fərqli rollar var idi. Həm adi, həm də qızardılmış. Pizzalardan bu balaca olan pizzanın dadı çox ləzzətli idi. Adı isə burger pizza gedir. Tərkibində turşu, xiyar, pendir və ketçup olduğu üçün dadı McDonald'sdakı burgerlərə çox bənzəyirdi. Yeməklərimizi yedikdən sonra çay süfrəsi düzəltdik. Çay süfrəsi qaldı qırağa. Biz başladıq PlayStation oynamağa. Saat 6-dan 10-a kimi dayanmadan növbəli oyun oynamışıq. Arada fasilə verib tortumuzla çayımızı da içdik. Mən əslində blinçik tortunu heç vaxt sevmərəm deyirdim, amma dadını çox bəyəndim. Dondurma dadı verirdi. Günümüz beləcə sonlandı. İzlədiyiniz üçün təşəkkür edirəm.